olsaydınız, sizi qorumağı üçün kimə verərdiniz və niyə? Biri yazıb ki, anama, çünki anamı çox sevirəm. Yazıb ki, mən yumurta olsam anama verilməyimi istəyərdim, çünki o məni qoruya bilər. Anama verərdim, çünki anam mənə gözü kimi baxar, isti yer hazırlayar. Anama verərdim, çünki mən anamla nəfəs alıram. Anama çünki körpəykən biz də o yumurta kimi idik. Qısacası biz də qırılğan idik. Amma bu zaman içində anamız bizi qoruyur. Yəni anasına verilməyini istəyir, çünki anasının onu qoruyacağını düşünür. Anamın qorumasını istəyirəm. Anam məni düzgün saxlayacaq. Mən biri yazıb ki, mən Ayselin məni saxlamağını istəyirəm, çünki o hər zaman sinifin anasıdır. Biri yazıb ki, mən Günel müəllimə və ailəmə verərdim, çünki onların mənə yaxşı baxacaqlarını bilirəm. Belə yazıb. Babama, atama və Eminə verərdim. Emin. Öz qohumudur. Yazıb, heç bir qadına verməzdim. Çünki qadınların dırnağı böyükdür deyə, ona görə də mən sürüşə bilərəm. Qadınların dırnağı böyükdür, ona görə. Can bala. Ailəmə, çünki onlar mənim əziyyətimi çəkir. Əgər onlar olmasaydı, həyatın mənası olmazdı. Atama bir də anama, ikisindən birinə. Çünki atamla anam mənə necə baxırsa, o yumurtaya da elə baxacaq. Biri yazıb ki, Günel müəlliməyə. Çünki o məni qoruya bilər. Və ya da ki, anama. Yəni toyuğa. Toyuğa. Ana toyuğa. Niyə? Çünki toyuqlar balalayır və otlayırlar. Anama verərdim, çünki məni qoruyardım. Yazıb Günel müəlliməyə verərdim. Çünki Günel müəllimə mərhəmətlidir və mən Günel müəlliməyə güvənirəm yazıb. Canım mənim. Anama verərdim, çünki anam məni göz bəbəyi kimi qoruyar. O mənim ancaq yaxşılığımı görmək istəyir. Atam mənim üçün işləyir, yorulur ki, mən ac qalmayım. Anam və müəllimlərim, çünki anama inanıram, müəllimlər isə valideynin əvəzidir. Verəcəyim adam anam və dostlarım və müəlliməm. Çünki onlara inanıram. Belə yazır. Atama, çünki hamımızı qoruyar. Çünki o bizi bütün hamımızı qoruya bilər. Anama, çünki məni dünyada ondan başqa daha çox sevən bir insan yoxdur. Və inanıram ki, mənə gözü kimi baxacaq. Anama, çünki anam dünyada məni indiyə qədər 9 il böyüdü. Mən yumurta olsam anama verərəm, eyni ilə məni 9 il saxlayar. Anama verərdim, çünki anam məni qorumaq üçün özünü təhlükəyə də atar. Anama verərdim. Çünki mənim anam, məni anam doğubdur və indiyə qədər də mənə baxır. Mən yumurta olsam da anam məni qoruyacaq. Anam və atama, onlar hər yerdə... Yazım, anam və atam, onlar hər yerdə bizim evimizdir. Onlar olmasa biz də olmazdık. Yaxşı ki varlar yazıb. Kirpi Camal yazıb, onun adını dedi deyə oxudum. Yazıb, birinci yazıb Günel müəllimə. 8:00-dan 05:00-a kimi bizə baxır. İkinci toyuğa verərəm. Yumurtalar çünki onlarındır. Üçüncü də anama mənə hər gün nəzarət edir. Qəşəng, 3 var yəni. Anama, tək yaşayan toyuqlara
və Raulə. Günel müəllimə və anama. Çünki Günel müəllimə və anam məni çox sevirlər. Mənim yaxşı oxumağım üçün çabalayırlar. Və belə günə baxan çəkiblərə. Yazıb məni qoruması üçün Günel müəlliməyə verərdim. Çünki qırılmağıma və əl vurulmağıma icazə verməzdi. Və öz balası kimi qoruyardı. Düzdür. Sizə kimsə nə eləsə mən orada qıt-qıt-qıdat eləyərəm. Atama verərdim, çünki o məni qoruyacaq. Mən ona çox güvənirəm yazıb. Sonuncu görək ki, burada şəkil çəkib, dastan yazıb. Yazıb birinci qartala. Çünki yəqin o özünü qartal istəyir. Belə də şəkil çəkib, belə qartal. Yazıb ki, çünki məni çox gücləndirərdi qartal. Belə. Sonra burada da yazıb ki, valideynlərimə, çünki onlar bacardıqları qədər yumurtaları yaxşı saxlayır. Yumurtanın da içində özünü çəkib belə. Maraqlı cavablar idi. Məncə çox şanslıyım, çünki bu kağıza yaza biləcək birimiz var. Amma biz çox şükür ki, əlimizdə olanlar üçün şükür eləməliyik ki, bizim atamız var, anamız var, müəllimlərimiz var, dostlarımız var. Yəni bu vərəqə yazacaq çox insanımız var da, onu demək istəyirəm. Şanslıyıq əslində.